Salam, bugünkü mövzumuz iqtisadi rayonların ardıdır. Lənkəran Aksuslar iqtisadi rayonuna baxırıq birinci növbədə. Lənkəran Aksuslar iqtisadi rayonunun sahəsi 6,7 min kvadrat kilometr, əhalisi 959,4 min nəfərdir. Əhalinin sayı çox olduğuna görə Azərbaycanda ən sıx məskunlaşmış ərazilərdən biri hesab olunur. Burada cins tərkibində qadınların sayı kişilərin sayının üstündür. Üç iqtisadi rayonumuz Quba, Xaçmaz, Dağlıq, Şirvan, bir də Lənkəran Aksuslar iqtisadi rayonlarında qadınların sayı kişilərin sayından üstün idi. İqtisadi rayona daxil olan rayonlarımız Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonları rayonlardır. 5 rayon daxildir. Şəhərlərin sayı rayonların sayından çoxdur. Saydığımız rayonların mərkəz şəhərləri 5 şəhər və Lənkəranda Liman şəhərindən Cəlilabadda Göytəpə şəhərləri 2 dənə əlavə şəhər olduğuna görə şəhərlərin sayı 7 şəhərdir. Yəni şəhərlərin sayı rayonların sayından çoxdur. Bu ərazidə təbii ehtiyatlar əsasən tikinti materiallarıdır. Filiz və qeyri-filizlə zəif təmin olunub. Yox demək olar ki, əsasən tikinti materiallarından yaxşı təmin olunub. Mineral bulaqlar zəngindir. Masallıda isti su, qotur su, Donuzutan, Ərkivan, Lənkəranda aşağı Ağ körpü mineral bulaqlarını göstərə bilərik. Xarici ölkəyə çıxış cəhətdən İrana çıxışı var. Astara, Lerik, Yardımlı və Cəlilabad rayonları İrana çıxır. Lənkəran və Astara rayonları isə Xəzər dənizinə çıxır. İqliminə baxsaq, Lənkəran rayonunun bir hissəsi burada Qızılağac körfəzi sahilinə düşdüyünə görə qışın mülayim keçən yarımsəhra quru çöl iqlimi, yay quraq keçən mülayim isti iqlim və soyuq iqlim tipləri yayılmışdır ərazisində əsasən. Enerji baxımından Astarada kiçik ölçülü SESlər fəaliyyət göstərir. Lerik və Astara rayonlarında modul tipli isti elektrik stansiyaları fəaliyyət göstərir enerjinin təminatında. Kənd təsərrüfatında əsasən çayçılıq, çəltikçilik, tütünçülük, Ə, rütubətli ərazilər olduğuna görə sitrus meyvəçiliyi, faraş tərəvəçiliyi, yəni tez yetişən tərəvəçiliyi üzrə ixtisaslaşıb. Lənkəran və Masallı rayonlarının ərazisində, Lənkəran və Masallı rayonlarının ərazisində meyvə konserv zavodları fəaliyyət göstərir. Cəlilabadda şərab zavodu var. Üzümçülük də burada inkişaf eləyib, yaxşı inkişaf eləyib. Daha sonra burada balıqçılıq, Xəzər dəniz sahili hissədə balıqçılıq ixtisaslaşmış sahələrindən hesab olunur. Relik və endemik bitkilər var, dəmirağac bitkisi var, qoruqları var. Astarada Hirkan qoruğu, Hirkan Milli Parkımız var, Qızılağac qoruğu var, Lənkəran, Masal, Neftçala rayonlarının ərazisində. Ruvorud, Lerik yardımlının arasında, Lerikdə yardımlıda, deməli, Leriklə yardımlının arasında Ruvorud, Lirikdə isə Zuvand yasaqlıqları var. Yasaqlıqlarımızdan deyə bilərik. Xarici ölkəyə də çıxışı oldu, Xəzər dənizinə də çıxışı oldu. İqtisadi coğrafi mövqeyi əlverişlidir. Ərazisindən dəmir yolu və avtomobil, daha əhəmiyyətli dəmir yolları və avtomobil yolları keçir. Bakı-Astara avtomobil yolu ərazisindən keçir. Daha sonra bunların haqqında bu qədər. Keçək Naxçıvan İqtisadi Coğrafi rayonuna. Naxçıvan İqtisadi Coğrafi rayonunun sahəsi 5,50 min kvadrat kilometr. 5,50 min kvadrat kilometr. Əhalisi 463 min nəfərdir. Təbii artım aşağıdır. 1000 nəfərə 2,5 nəfər təbii artım düşür. İqtisadi Coğrafi rayonunun tərkibinə daxil olan rayonlar Sədərək, Şərur, Kəngərli, Babək, Şahbuz, Cufa, Ordubad və Naxçıvan şəhərləridir. Sədərək rayonunun mərkəzi Qəsəbədir, Heydərabad qəsəbəsi və Kəngərli rayonunun mərkəzi Qıvraq qəsəbəsidir. Yəni mərkəzində qəsəbə durduğuna görə rayonların sayı şəhərlərin sayından daha çoxdur burada. Naxçıvan şəhəri isə Muxtar Respublika əhəmiyyətli şəhərimizdir, risk tabeli şəhərimizdir. Yəni Naxçıvan rayonu yoxdur, yalnız Naxçıvan şəhəri var. Üç ölkəyə çıxışı var. Naxçıvan İqtisadi Coğrafi rayonu, Sədərək rayonu vasitəsilə Türkiyə, İran və Ermənistana, Şahbuz və digər rayonlar, Naxçıvan istisna olmalı digər rayonlar Ermənistana çıxışı var. Aşağıdakı rayonlarımız isə İrana çıxış əldə eləyir. Naxçıvan İqtisadi rayonunu ölkənin mineral bulaqlar muzeyi adlandırırlar. Çünki mineral bulaqlarla zəngindir. Burada Şahbuz rayonunda Badamlı, Cufa rayonunda deməli Vayxır mineral bulaqlarını göstərə bilərik. Şərur rayonunda Sirab,
mineral bulağını göstərə bilərik. Bundan başqa Darı dağ var Culfa rayonunda. Bu kimi mineral bulaqları göstərə bilərik. Göllər baxımından Batıbat gölü və Qanlı gölləri göstərə bilərik. Bunlardan da çaylar başlayır. Sonra İlanda Əsəbikəh mağaraları var. Burada məşhur mağaralardır. Ordubat Göygöl var ki, orada 4 fəsil müşahidə etmək mümkündür. Yəni ətrafı fərqli iqlim quşaqlarında yerləşdiyinə görədir. Enerji cəhətdən Naxçıvanda modul tipli elektrik stansiyası var. Bundan başqa Arpaçay sesi var. Vayxır sesi var. Bunlar vasitəsilə enerji əldə edirlər. Həmçinin kontinental iqlim olduğuna görə günəş enerjisindən istifadə etmək olar. Alternativ enerji mənbəyi kimi. Kənd təsərrüfatında çəydəkli meyvəçilik ixtisası üzrə ixtisaslaşıblar. Bundan başqa üzümçülük, tütünçülük, taxılçılıq, baramaçılıq, bu kimi sahələr Naxçıvanda yaxşı inkişaf edib. Xalçaçılıq Naxçıvanda yaxşı inkişaf edib. Hava limanı olaraq Naxçıvanda hava limanımız fəaliyyət göstərir. Ərazisində milli parklardan Zəngəzur Milli Parkı var, Şahbuz qoruğu var, Şahbuz rayon ərazisində. Arpaçay, Şərurda, Arazboy və Ordubad yasaqlıqları var, Ordubad rayon ərazisində. Suxurlara gəlsə, ən qədim dövr suxurları, paleozoy yaşlı suxurlar burada Sədərək qalxmasında yayılıb, alt paleozoy suxurları. Bundan başqa Mezozoy, Kaynozoy erasının suxurlarına da rast gəlinir. Yəni Azərbaycanda yayılan demək olar ki, bütün suxurlara, bütün dövrlərin suxurlarına Naxçıvan iqtisadi rayonunda rast gəlmək mümkündür. Faydalı qazıntı cəhətdən zəngindir. Polimetal filiz yataqları var Naxçıvanda. Polimetal filiz ehtiyatına görə. Daha sonra gümüşlü yatağı, civə yataqlarımız var burada. Molibden yatağımız var Ordubad rayon ərazisində. Diaqçay, Paraqaçay, daş, duz, dolomit kimi qeyri-filiz faydalı qazıntılarımız var. Travertin var, şaxtaxtı yatağı. Mərmər var Şərur rayonunun ərazisində. Gips ehtiyatlardan zəngindir. Faydalı qazıntı olaraq bunları deyə bilərik. Daha sonra iqtisadi rayonlarımız bunu ilə bitir. İqtisadi rayonların bir dənə sahəsinə və əhalisinə görə sıralasaq, sahəsinə görə ən böyük iqtisadi rayonumuz birinci yerdə Qarabağ iqtisadi rayonu gəlir. Qarabağ 899 min kvadrat kilometr sahəyə malikdir. İkinci yerdə Şəki-Zaqatala iqtisadi coğrafi rayonu gəlir. Şəki-Zaqatala iqtisadi coğrafi rayonu. Üçüncü yerdə Şərqi Zəngəzur iqtisadi coğrafi rayonu. Şərqi Zəngəzur. Dördüncü yerdə Qazax Tovuz iqtisadi coğrafi rayonu. Qazax Tovuz. Beşinci yerdə isə Quba Xaçmaz iqtisadi coğrafi rayonuna gəlir. Bunun asanca yadda saxlamanın yolu ancaq Q və Ş hərfi ilə başlayan iqtisadi rayonlarımız gördüyünüz kimi Qarabağ, Qazax, Quba Xaçmaz. Şəki-Zaqatala, Şərqi Zəngəzur. Birinci yerdə Qarabağ oldu, ikinci yerdə Şəki-Zaqatala. Gəlin bunu bu iqtisadi rayonların xəritəsinin üstündə göstərim. Daha yaxşı yadda qalsın. Deməli, birinci yerdə Qarabağ iqtisadi coğrafi rayonu, ikinci yerdə Şəki-Zaqatala iqtisadi coğrafi rayonu. Bir saniye sileyim bunu. Birinci yerdə Qarabağ iqtisadi coğrafi rayonu, ikinci yerdə Şəki-Zaqatala, üçüncü yerdə Şərqi Zəngəzur, dördüncü yerdə Qazax Tovuz, beşinci yerdə isə Quba Xaçmaz iqtisadi coğrafi rayonlarımız gəldi. Bu sahəsinə görə iqtisadi rayonlarımız idi. Bir də əhalisinə görə iqtisadi coğrafi rayonlar düşsək, ən çox əhali təbii ki Bakı iqtisadi coğrafi rayonundadır. Ondan sonra bayaqları Lənkəran Astara iqtisadi coğrafi rayonu dedik, 959,4 min nəfər əhaliyə malik idi. Yəni əhalisi ən çox olan iqtisadi coğrafi rayonumuzdur. İkinci yerdə Lənkəran Astara gəlir. Bunun qrafiqlığı da yüksəkdir Bakıdan sonra. Lənkəran Astara iqtisadi coğrafi rayonu. Üçüncü yerdə Qarabağ iqtisadi coğrafi rayonu gəlir ki, müharibə dövründə onun əhalisi Azərbaycan digər inzibati rayonlarına köçürülmüşdü. İndi isə yenidən qayıdış həyata keçirilir. Dördüncü yerdə Mərkəzi Aran iqtisadi coğrafi rayonu gəlir. Mərkəzi Aran. Mərkəzi aranda da təbii artım yüksək olduğuna görə əhali sayı çoxdur və 5-ci yerdə Qazax, Tovuz iqtisadi coğrafi rayonumuz gəlir. İndi bir də bunları da xəritə üzərində baxaq. Birinci yerdə təbii ki Bakı miqrasiya hesabına çoxdur. İkinci yerdə Lənkəran Astara təbii artım hesabına çoxdur. Üçüncü yerdə Qarabağ, dördüncü yerdə Mərkəzi Aran və beşinci yerdə Qazax, Tovuz iqtisadi coğrafi rayonlarımız əhalisinin sayına görə lider olan ölkələrdir. Daha doğrusu iqtisadi rayonlardır. Qadınların sayı yüksək idi Quba Xaçmaz, Dağlıq Şirvan və Lənkəran Astara iqtisadi coğrafi rayonlarında.
Etnik tərkib mürəkkəbdir. Quba Xaçmazda, Bakıda, Abşeron-Xızıda, e, Şəki-Zaqatalada, Qarabağda ermənilər, Şərqi Zəngəzurda ermənilər, türklər, daha sonra Lənkəran Astarda isə Talış, Hind-Avropa dil ailəsinin İran dil qrupuna aid olan xalqlar, Talış xalqları üstünlük təşkil edir. Yəni milli tərkibi mürəkkəb olan iqtisadi rayonlarımız bunlar idi. Heç bir xarici ölkəyə çıxışı olmayan iqtisadi rayonumuz nə Xəzər dənizinə, nə xarici ölkəyə çıxışı yoxdur. Dağlıq Şirvan iqtisadi coğrafi rayonuna Mərkəzi Aran iqtisadi coğrafi rayonları. Ə, Yalnız xarici ölkəyə çıxışı yoxdur. Yəni Xəzər dənizinə çıxışı var, amma xarici ölkəyə çıxışı yoxdur. Ə, Abşeron, Xızı ilə Bakı iqtisadi rayonları, bunların Xəzərə çıxışı var, amma xarici ölkəyə çıxışı yoxdur. Ə, Yalnız xarici ölkəyə çıxışı olmasın, Xəzərə ola bilər, olmaya da bilər. Yəni təkcə xarici ölkəyə deyə çıxışı olmasın. Mərkəzi Aran, Dağlıq Şirvan, Abşeron, Xızı və Bakı iqtisadi rayonları xarici ölkəyə çıxışı olmayan iqtisadi rayonlarımızdır. Daha sonra iqtisadi rayonlarımız haqqında nə deyə bilər? İşğaldan azad olunan torpaqlarımız Şərqi Zəngəzurla Qarabağ iqtisadi rayonlarının ərazisində var. Hava limanları demişdik burada. Bakıda hava limanımız var idi. Qəbələdə hava limanımız var idi. Zaqatalada hava limanımız var idi. Gəncədə hava limanımız var idi. Daha sonra Lənkəranda hava limanımız var. Naxçıvanda hava limanımız var. Xocalıda, Füzulidə, Laçında və Zəngilan rayonlarında hava limanımız var demişdik. Sonra beynəlxalq əhəmiyyətli yollar, magistral boru kəmərləri dedik ki, Göyçay və Zərdab rayonlarından keçmir. Ucar rayonlarından keçir. Mərkəzi Aranda, İqtisadi rayonunda. Sonra Qubanın xarici ölkəyə çıxışı yox idi. Şəmkirin xarici ölkəyə çıxışı yox idi. Görürsüz, buradan Samux rayonu tutub. Şəmkirin xarici ölkəyə çıxışı yoxdur. Masallı ilə Lənkəranın xarici ölkəyə çıxışı yoxdur deyirik. Bunları bilirik. Daha sonra bu iqtisadi rayonlardan ümumi təkrar eləsək, nə edə bilərik? Yalnız bir inzibati rayonla sərhəddə olanlarımız hansılardır? Qazax rayonu təkcə Ağstafa rayonu ilə, Ordubad rayonu təkcə Culfa rayonu ilə, Sədrəy rayonu yalnız Şərur rayonu ilə sərhəddədir. Bir də Balakən rayonu yalnız Zaqatala rayonu ilə sərhəddədir. Yəni bir inzibati rayonla sərhəddədir. Sərhəd keçid məntəqələrimiz hardaydı? Rusiyada Qusarla Xaçmazda idi. Gürcüstanla sərhəd keçid məntəqəmiz Balakən, Zaqatala, Qazax, Ağstafa rayonlarında idi. Ermənistanla sərhəd keçid məntəqəmiz yox idi. Türkiyə ilə sərhəd keçid məntəqəmiz Sədrəydə idi. İranla sərhəd keçid məntəqəmiz İmişli, Biləsuvar, Astara rayonları və Culfa, Kəngərli rayonlarında sərhəd keçid məntəqələrimiz var idi. Bunlar da belə. Daha sonra iqtisadi rayonlar haqqında ümumi şəkildə deməli olduqlarımız məncə bu qədər. Qısa təkrar kimi dedik. İqtisadi rayonların da yekunu bu qədər.